3 badam, bir qoz. Hansı daha sağlamdır? Badam və qoz gündəlik qidalanmada çox istifadə olunur. Hər ikisi faydalıdır, amma sağlamlığa təsirləri fərqlidir. Sağlamaz xəbər verir ki, badam protein və lif baxımından daha zəngindir. Bu da onu pəhriz saxlayanlar və daha uzun müddət tox qalmaq istəyənlər üçün ideal seçim edir. Badam həmçinin E vitamini, maqnezium və kalsiumla zəngindir. Bu maddələr ürək-damar sistemi, qan şəkərinin tarazlanması və sümük sağlamlığı üçün önəmlidir. Qoz isə xüsusilə omega-3 yağ turşuları ilə seçilir. Omega-3 ürək və beyin sağlamlığını dəstəkləyir və orqanizm tərəfindən sintez olunmur. Qozun tərkibində olan minerallar qan təzyiqinin tənzimlənməsinə və sinir sisteminin normal fəaliyyətinə kömək edir. Amerika Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən 30 qram badam təxminən 175 kalori, 6,4 qram protein, 15,3 qram yağ, 6 qram karbohidrat və 3,2 qram lif ehtiva edir. Eyni miqdarda qoz isə 204 kalori, 4,4 qram protein, 20,9 qram yağ, 3,3 qram karbohidrat və 1,6 qram liflə seçilir. Badam kalsium və maqnezium baxımından da daha zəngindir. Mütəxəssislər bildirir ki, daha sağlam anlayışı məqsəddən asılıdır. Toxluq hissi və lif protein qəbulu üçün badam, ürək və beyin sağlamlığı üçün isə qoz daha uyğun hesab olunur. Ən doğru seçim isə hər ikisini ölçülü şəkildə rasiona daxil etməkdir. Könül oruç, sağlamaz üçün. Videonu bəyənməyi və bizi izləməyi unutmayın.